Salam əziz dostlar, sosial yanıtda xoş gördük sizləri. Bugün son dövrlər Azərbaycan cəmiyyətində ciddi müzakirələrə səbəb olan və ürək ağrısı ilə danışılan mövzulardan birinə toxunmaq istərdim. Bu da media cəmiyyət münasibətlərində heç də ürək açmayan məlumatların yayımlanması ilə bağlıdır. Səhər açırıq hər hansı bir televiziyanı, hər hansı bir xəbər agentliyini və ya hər hansı sıradan saytları yaxud da ki qəzetləri və təəssüflər olsun ki, bir çox hallarda ölüm xəbərləri, oğurluq xəbərləri, zorakılıq xəbərləri yaxud da ki fırıldaqçılıq xəbərləri və ya qəzalar və bənzəri qeyri-neqativ və insanın əhval-ruhiyyəsini korlayan xəbərlərlə qarşılaşırıq. Bu azmış kimi insanın həm də tərbiyəsinə, əxlaqına, mədəni-mənəvi dəyərlərinə zidd olan, adına show biznes qoyulan, adına show biznes deyilən, amma bir növdə ya bilərək, ya bilməyərək əxlaqsızlığın təbliğatına çevrilmiş verilişlər, söhbətlər və ya müzakirələr, bax bunlarla da qarşılaşırıq. Bütün bu neqativlər içərisində təbii ki, müşahidə etmək mümkündür ki, artıq insanlarımız sıxılıblar. Çünki ölüm xəbərlərini bu qəzalar nəticəsində də ola bilər, hər hansı quldur xislətli birinin hər hansı bir məsələyə görə kimisə həyatdan qoparması da ola bilər. Bu fərqli hadisə şəklində, bədbəxt hadisə şəklində də ola bilər. Bax, bu ölüm xəbərlərini oxumaq insanları yorur, səbrini tükəndirir. Niyə? Çünki insanı təhlükəsizlikdə olduğunu bilmək xoşbəxt eləyir. O ölüm xəbərləri oxunanda istər-istəməz insan təhlükəsizlikdə olmadığı qənaətinə gəlir. Məsələn, dəm qazından boğulmalar, ortalama hər gün 1, 2, 3 nəfər dəm qazından boğulur. Evimizin içində belə özümüzü təhlükəsiz hiss eləyə bilmirik və bu da toplumu çox pis təsir eləyir və onlarda biz nə qədər təhlükəsiz yaşayırıq sualını qabardır və ya avtomobil qəzası. Və insanlar fikirləşir, səki ilə gedən bir adam bir qəzaya qurban gedirsə, biz nə qədər təhlükəsizlikdir. Baxın, evimizin içərisində təhlükəsiz deyilik, yolda təhlükəsiz deyilik, işdə təhlükəsiz deyilik. Nə qədər neqativlərlə yüklənir bu insanlar. Bu bitdi. Və davamlı digər saydığımız neqativ məsələlər ki vardır. Oğurluqlar, fırıldaqçılıqlar, bank kartları, mağaza yarıldı, aptekə soyğunçuluq baş verdi və s. və ilə axır. İnsanlar bu dəfə də özlərinin maddi, iqtisadi, sosial rifahını təmin etmək üçün dişi ilə, dibi ilə çalışıb qazandıqları və topladıqları aylıq xərclərinə yetən pulların, paraların belə təhlükəsizlikdə olmadığını, hər an necəsə kiməsə qurban gedəcəyini görürlər. Bu da insanları daha pis notlara yükləyir, daha da insanların səbrini tükəndirir, əhval-ruhiyyəsini korlayır. Və ya qida təhlükəsizliyi. İrandan gələn portağallarda kimyəvi maddələrlə boyanma var. Monqolistandan, Gürcüstandan aylarla dondurulub, necə kəsilib, necə hazırlandığı bilinməyən ətlər gəlir. Və ya hansısa ölkədən gələn X bir məhsulda neqativ hallar aşkarlandı. Və s. və ilə axır. Və ya
qeyd etdiyimiz məsələlərdən biri. Bütün gün efirlərdə o buna xəyanət etdi, bu ona xəyanət etdi, o bununla dolanmadı, bu onunla ayrıldı, o buna təhqir elədi, nə bilim, bir müğənni bir aparıcıya söz atır, bir aparıcı bir partiya sədrinə söz atır və ya fərqli negativ şeylər verilişlərə çıxardırlar. Cahil cühala insanları ki, onların həyatı və yaşadıkları problemlər kifayət qədər cılız, iyrəncdir. Bunlar cəmiyyətə sanki bir nümunəymiş kimi təqdim edilir. Nəyə görə? Ağıllı bir alim, uğura çatmış bir gənc, yeni ixtira eləyən texniklər, texnoloqlar qalırlar bir kənarda. Cılız, cahil, dünya görüşü sıfır olan insanlar ki, o insanlar çıxırlar deyirlər, mən boşanmaq istəyirəm, mən onu etmək istəyirəm, mən bunu edirəm. Toplumsal əxlaqı yerə vurmaqla sosial çöküşə səbəb olacaq mövzular. Və evində oğul böyüdən, qız böyüdən atalar, analar da ürək ağrısı ilə bu halı hər gün yaşayırlar və hər gündə onların belə deyək də fərqli digər məsələlərdən dolayı bu məsələdə də üzüntü, sıxıntı yaşamasına səbəb olunur. Və bu Azərbaycan cəmiyyətini ruhsal olaraq çökdürür. Bu Azərbaycan cəmiyyətini psixoloji olaraq məhv eləyir. Sosial çöküş dediyimiz məfhum kim var? Bütün bu sadalanan, bütün bu negativlər Azərbaycan cəmiyyətinin sosial çöküşünə doğru aparır. Baxın, populyarlaşmaq Azərbaycanda səhv başa düşülür. Populyarlaşmaq sadəcə bizdə belə qəbul edildi ki, sinə açılmalıdır, mini yufka geyinməlidir, bütün bədən çöldə qalmalıdır. Bu reyting gətirməlidir və o populyar olmalıdır. Xeyr, populyarlıq o deyil. Məsələn, elmin populyarlaşdırılması var, texnologiyanın populyarlaşdırılması var, mədəni mənəvi dəyərlərin təhsilin populyarlaşdırılması var. Niyəsə bunlardan heç kim danışmır. Niyəsə bunlardan danışacaq adamlar televiziyalarda deyirlər, xəbər saytlarında, xəbər agentliklərində deyirlər. Niyəsə bunlardan danışacaq adamlar ekspertlik etmirlər. Verilişlərdəki ekspertlərə baxırsan, orada qonaq kimi iştirak edən o cılız məxluqatdan daha cılız adamlardır. Dişin ağardır. Çox üzr istəyirəm, biraz bəlkə səhv ifadə etdim, amma cılız bir insan, özünü tapa bilməyən bir vətəndaş çıxıb orada çox yersiz problemlərindən danışır, əri ilə və ya həyat yoldaşı ilə, xanım həyat yoldaşı ilə və ya bəy həyat yoldaşı ilə aralarındakı problemlərdən danışır. Bu da belə gülür. Bu adam orada ekspert kimi çıxış edir. Bu tip verilişin özünə nəyə ehtiyac vardı ki, bir də ekspertinə ehtiyac olsun? Amma yenə də deyirəm, toplumumuzun tarixdən süzülüb gələn mədəni mənəvi dəyərlərindən danışacaq adamlar yoxdular. Görə bilmirik. Kimsə bəhanə etməsin ki, onlara baxılmır, onlara dəyər verilmir. Populyarlaşdırma məsələsi burada yerinə düşür, yerində həyata keçirilməlidir. Baxın, show biznes və o qeyri-negativ şeylər niyə populyarlaşdırılır? Çünki o vasitə ilə ciddi pullar qazanırlar. Gəlin sabah bir proqram elan eləyək ki, Azərbaycanda doktorantura təhsilini pilləsinə
qəbul olan hər kəsə kimliyindən asılı olmayaraq, hansı universitetə, hansı ixtisasa düşməsindən asılı olmayaraq aylıq, nə bilim, 1000 manat, 2000 manat burs veriləcək hər kəsə amma. Kim inkar edər ki, 2 il, 3 il sonra doktoranturaya qəbul sayı bugünkündən 5 dəfə, 10 dəfə çox artacaq. Deməli populyarlaşacaq. Deməli populyarlaşacaq və ya bir mükafat təyin eləyək. Yeni texnoloji kəşf edən şəxsin layihəsi dövlət tərəfindən və ya hansısa biznesmen tərəfindən, hansısa startup proqramları tərəfindən maliyyələşdiriləcək. Görün ora nə qədər yönələn adamlar olacaq. Bax, ciddi işləmək lazımdır. Bu sosial problemləri həll etmək lazımdır. Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı özünün çoxminillik təcrübəsi olan, çoxminillik tarixi, mənəvi, mədəni dəyərləri olan bir toplumdur. Onu çökdürmək kimlərinsə məqsədi ola bilər, amma biz özümüz dövlət olaraq, cəmiyyət olaraq əl-ələ verib bunun qarşısını almalıyıq. Biz Azərbaycan cəmiyyətinin sosial çöküşünü əngəlləməliyik. Televiziyalarda, qurumlarda, qeyri-hökumət təşkilatlarında, saytlarda, agentliklərdə, hər yerdə, bir sözlə bütün ictimai yerlərdə bir kriteriya tətbiq edilməlidir. Cılızlıq sonlandırılmalıdır. Sosial çöküş beləcə önlənməlidir və 10 il, 15 il sonra görəcəyik ki, oğurluqların sayı azalıb, quldurluqların sayı azalıb, əxlaqsızlıqların sayı azalıb, hörmətsizliklərin sayı azalıb, fırıldaqçılıqların sayı azalıb. Bunu edək. Bunu edək ki, çox min illərdir tarixin ən çətin dönəmlərindən süzə gələn Azərbaycan xalqı bundan sonra da min illər boyu dünyanın ən örnək, ən şərəfli, ən şanlı xalqı kimi yaşaya bilsin. İnşallah deyirik dostlar. İnşallah hər birimiz özümüzə də cavabdeh olaq və daha ciddi, daha ağıllı, dünya görüşlü bir toplumu birlikdə inşa edək. Sağ olun.